dostlar, bugün sizinlə süfrə mədəniyyəti barədə danışmaq istəyirəm. Gəlin başlayaq. Süfrə başında mümkün qədər az danışmalıyıq. Ağzımızda tikə olmasa belə, süfrədə danışarkən əlimizi ağzımıza tutmalıyıq. Nə qədər yeyə biləcəyiksə, o qədər xörək götürməliyik. Boşqabımızdakı yeməyi axıracan yeyib qurtarmalıyıq. Yeməyin hamısını yeməsək, artıq qalan hissəsi atılacaq. Bu da israfdır. İsraf etmək isə Allahın sevmədiyi davranışlardandır. Böyüklərdən əvvəl yemək masasının arxasından qalxmamalıyıq. Əgər qalxmaq istəyiriksə, onlardan icazə almalıyıq. Yeməyi həmişə sağ əlimizlə yeməliyik. Bunu bizə gözəl Peyğəmbərimiz məsləhət görmüşdü. Qidaları kiçik tikələr halında qəbul etməliyik. Ağzı yeməklə doldurmaq həm sağlamlığa zərərlidir, həm də mədəni hərəkət deyildir. Xörəyi tələm-tələsik yeməməliyik. Tikələri ağzımızda yaxşı-yaxşı çeynədikdən sonra udmalıyıq. Süfrədə öz qabağımıza qoyulan yeməkdən götürməliyik. Başqasının qabağından yemək götürmək, masada yeməklərə tərəf uzanmaq mədəni davranış deyil. Xörəyi çox isti yeməməliyik. İstidirsə, soyumasını gözləməliyik. Xörəyi üflərək soyutmaq düzgün davranış deyil. Böyüklərlə birlikdə yemək yeyiriksə, yeməyə əvvəlcə onların başlamasını gözləməliyik. Yeməyə nənə və babamızdan, ana və atamızdan, böyük bacı və qardaşımızdan sonra başlamalıyıq. Yemək yeyərkən askırdıqda və öskürdükdə ağzımızı salfet və ya dəsmalla tutub arxaya və yana çevirməliyik. Əlimizə keçəni mədəyə ötürərək qarnımızı yeməklə doldurmamalıyıq. Sevgili Peyğəmbərimiz mədəmizin bir qismini yemək, bir qismini su, bir qismini də hava üçün saxlamağı məsləhət görmüşdür. Yeməkləri seçməməli, yeməklər arasında fərq qoymamalıyıq. Sağlam qidalanmada hər yeməyin öz payı vardır. Bir də unutmayaq ki, bugün dünyada nə qədər adam aclıqdan əziyyət çəkir. Yeməkdən sonra anamıza təşəkkür etməyi unutmamalıyıq. Əgər qonaq getmişiksə, ev sahibinə təşəkkür etməliyik. Uzanaraq, dirsəklənərək nəsə yemək mədəni davranış deyil. Bu cür yemək sağlamlıq üçün də zərərli və təhlükəlidir. Ayaq üstə yeməməyə çalışmalıyıq. Bu həm mədəni davranış deyil, həm də sağlamlıq üçün zərərlidir. Suyu da oturaraq 3 dəfəyə içmək lazımdır. Bir şey yeyə danışmamalıyıq. Çünki bu cür davranış insanlara hörmətsizlik sayılır. Yeyib qurtardıqdan sonra bizə bu qədər neməti verən Allahın böyüklüyünü xatırlamalı və ona şükür etməliyik. Yeməkdən sonra əllərimizi yumalı, ağzımızı yaxalamalı, dişlərimizi də fırçalamalıyıq. Küçədə, həyətdə, adamlar arasında bir şey yeməməliyik. Başqa uşaqların da ürəyindən keçə bilər. Axı hər valideyn uşağının hər istədiyini ala bilmir. Bugünlük bu qədər dostlar.